Və bu günləri mübarək Ramazan ayının 15-ci günü İmam Həsən əleyhissalamın mübarək Mövlud günüdür. Bu gün münasibəti ilə mən hər birinizi təbrik edirəm. Allah dünyada İmam Həsən əleyhissalamın Bəqidəki qərib məzarını ziyarət etməyi, qiyamətdə şəfaətini hər birimizə nəsib eləsin inşallah. İmam Həsən əleyhissalam Həzrət Əli əleyhissalamla xanım Fatimə Zəhra salamullah əleyhanın evliliyinin ilk meyvəsidir. İmam Həsən əleyhissalam barəsində çox söz danışmaq olar. O həzrətin fəzilətində, o həzrətin böyüklüyü haqqında, gözəlliyi haqqında. Amma İmam Həsən əleyhissalam daha çox səxavət, kərim xüsusiyyəti ilə seçilir. İmamların hamısı kərim olublar, səxavətli olublar. Amma hərəsində bir xüsusiyyət ki var, daha çox qabarıqdır. İmam Həsən əleyhissalamda da bu kərim xüsusiyyəti daha çox üzdədir. Əhl-i Beytin kərimi deyərlər İmam Həsən əleyhissalama. İnsanlara o qədər yaxşılıq eləyirdi. Onların ehtiyaclarından da artıq onlara bəxş eləyirdi. Və İmam Həsən barəsində yazırlar ki, ehtiyacların ehtiyacını tamamilə aradan qaldırardı. Məsələn, bir nəfər gəlir, 10 dirhəm istəyirdisə, İmam Həsən əleyhissalam məsələn ona çıxardırdı, 100 dirhəm verirdi, 1000 dirhəm verirdi. Bu qədər kərim şəxs idi. Və həmin o ehtiyacını tamamilə aradan qaldırardı. O artıq möhtac olmazdı. Bu xüsusiyyəti var idi İmam Həsən əleyhissalamda. Və o cəmiyyətdə də, ərəblər arasında da çox hörmətli və ehtiramlı bir şəxs idi. İzzətli bir şəxs idi. Və İmam Həsən əleyhissalamın həmin o kərim xüsusiyyəti barəsində də bir neçə kəlmə danışmaq istəyirəm. İmam Həsən əleyhissalam belə bir hadisə var. Həcc ziyarətinə gedərkən yolda bir nəfər İmam Həsən əleyhissalama xidmət eləyir, kömək eləyir. Və İmam Həsən əleyhissalam həmin o şəxsə deyir ki, nə vaxtsa yolun Mədinəyə düşsə, gələrsən, məni taparsan. Denən Həsən ibn Əlini axtarıram. Məni axtararsan, taparsan. Deyir, günlərin birində həmin bu şəxs gəlir Mədinəyə. Ehtiyacı var, ehtiyacı yaranıb və İmam Həsən əleyhissalamın o sözünü xatırlayıb gəlib Mədinəyə. Gəlir, başlayır İmam Həsən əleyhissalamı axtarmağa. Həsən ibn Əli hardadır, harda yaşayır? İmam Həsən əleyhissalam da həmin vaxtı şəhərdə olmur. Ona görə də onu tanıyanlar, insanlar göndərirlər İmam Hüseyn əleyhissalamın yanına. Gəlir İmam Hüseyn əleyhissalamın yanına, görüşür, oturur və öz ehtiyacını İmam Hüseyn əleyhissalama deyir. İmam Hüseyn əleyhissalam da artıqlaması ilə ona yaxşılıq eləyir, onun ehtiyaclarını təmin eləyir, ona ikram eləyir. Amma baxın, ikisi də imamdır. Amma İmam Hüseyn əleyhissalam qayıdır, deyir ki, əgər qardaşım Həsən olsaydı, o bundan da artığını eləyərdi. Məsum imam da, İmam Hüseyn əleyhissalam da, özü də İmam Həsən əleyhissalamın həmin o kərim xüsusiyyətin qabardır, ona işarə eləyir. Buradan İmam Həsən əleyhissalamın həmin o fəzilətləri barəsində bir neçə məsələ demək istəyirəm. İmam Həsən əleyhissalam yazırlar 25 dəfə piyada həccə getmişdi. 25 dəfə piyada həccə getmişdi. Hətta mən görmüşəm, bəzi tarixlərdə var ki, nəinki piyada, hətta ayaq yalın gedərdi. Ayaqqabısını da çıxardardı, ayaq yalın gedərdi. Həmin səfərlərdə dəvələri o həzrətin qabağında və miniksiz olaraq hərəkət edirdi. Onun yanından sovuşan karvan dəstələri həzrətə hörmət əlaməti olaraq miniklərindən enirdilər. Bayaq dediyimiz kimi İmam Həsən əleyhissalamın hörməti, izzəti var idi o cəmiyyətdə. Nəhayət Allah qarşısında tamamilə təvazükar olmaq üçün səfərini başqa yollarla davam etdirirdi. Başqa yollarla davam etdirirdi ki, rahat olsun, insanlar
ona hörmət göstərirlər, təvazökarlıq eləyirlər. Amma istəyirdi ki, hətta o haldan da kənarlaşsın, tamamilə tək-tənha rahat getsin. İnsanları da həmin o hörmət eləməyə, təvazökarlıq göstərməyə ondan da yəni azad eləyirdi. Allahı xatırlayanda ağlayırdı. Qəbirdən söz düşəndə göz yaşı tökürdü. Qiyamətdən, Sirat körpüsündən danışılanda ağlayırdı. Bütün yaranmışların qadir Allahın huzurunda olacağından və o gün heç kimin dadına çatmayacağından söz açılanda birdən bağırır, qışqırır və qorxusundan huşunu itirirdi. Cənnətdən və cəhənnəmdən danışanda günahsızlar kimi istiraba qapılır. Cənnətdən və cəhənnəmdən danışanda günahkarlar kimi istiraba qapılır. Allahdan behiş diləyir, cəhənnəm odundan ona sığınırdı, Allaha sığınırdı. Dəstəmaz alanda bənizi, üzü saralır, dizləri əsirdi. Namaz qılanda isə bu vəziyyət daha da şiddətlənirdi. İmamın halı bu cür idi. Bütün əmvalını, malını, mülkünü 3 dəfə Allahla böldü. Yarısını Allah yolunda verdi, yarısını özünə saxladı. 3 dəfə bütün malını, əmlakını yığdı, yarısını Allah yolunda verdi, yarısını özünə saxladı. 2 dəfə isə bütün varını yoxsullara verdi və özünə heç nə saxlamadı. 3 dəfə bütün malının hamısını yığdı və yarısını verdi. 3 dəfə, 2 dəfə isə yığdı bütün malını, mülkünü, əmvalını və hamısını tamamilə Allah yolunda verdi yoxsullara, ehtiyaclılara və özünə heç nə saxlamadı. Bütün hallarda dili Allahın zikrində məşğul idi. Çağdaşları onun haqqında demişlər, o öz dövrünün ən abidi və ən zahidi idi. Onu o cəmiyyətin, o həzrətlə birgə yaşayan insanlar etiraf eləyiblər. O həzrətin fəzilətləri barəsində bunlarla kifayətlənmək olar. Bir hadisəni istəyirəm oxuyam və sözümü tamamlayım. Bir möhtac İmam Həsən əleyhissalamın yanına gəldi. Amma yazırlar ki, orada olanların hamısından utanırdı. Utanırdı və öz ehtiyacını da dilə gətirmirdi. İmam Həsən əleyhissalam ondan istədi ki, öz istəyini bir kağıza yazıb imama versin. Hətta baxın, o qədər insanların o abırını, insanların o qürurunu qoruyub saxlayır. Yaxşılıq eləyə-eləyə insanların abırını da qoruyur. İmkan vermir ki, onlar utansınlar, sıxılsınlar. Deyir ki, ehtiyacını kağıza yaz, mənə ver. Yəni, mənə dilinlə demə, məndən istəmə. O halda utanacaqsan, çəkinəcəksən və yaxud da mümkündür ki, utanarsan, ehtiyacını tamamilə deyə bilməzsən. Ona görə də deyir ki, gözün gözümə baxmasın, utanmayasan deyə elə kağıza yaz, rahat ver mənə. O kağızı yazıb verdi. İmam onun istəyinin 2 qatını bəxşiş etdi. Oradakılar dedilər, ey Peyğəmbər oğlu, bu kağız necə də bərəkətli imiş. İmam Həsən əleyhissalam onlara dedi, bu bizim üçün daha bərəkətlidir. Çünki Allah bizə yaxşılıq etmək ləyaqəti vermişdi. Bilmirsinizmi ki, xeyir iş istənilmədən bəxşiş etməkdir. Səndən istəməsinlər, amma sən bəxşiş verəsən, sən bəxş eləyəsən, sən əta eləyəsən, sən verəsən, səndən istəmədən, gözləmə ehtiyaclı gəlsin, sənə ağız açsın, səndən istəsin. Sən bilirsən ehtiyacı varsa, sən özün get və onun ehtiyacını təmin elə. Möhtaca istədikdən sonra bəxşiş etsən, yəni o sənə gəlib ağız açandan sonra sən ona versən, əslində onun abrının qarşılığını vermiş olursan. O ki gəlir, abrından keçir, utanır, utana-utana, abrından xərcləyir, sənə ağız açır və sən də çıxardıb onun ehtiyacını verəndə, sən əslində onun abrının qarşılığını vermiş olursan, nəinki ehtiyacın. Görün, imam nəyi düşünür, nəyi fikirləşir? Möhtac adam gecəni səhərə kimi istirab keçirir ki, görəsən sabah istədiyini verəcəklər, yoxsa əli boş qaytaracaqlar. O belə bir vəziyyətdə sənin qapına gəlir.
ürəyi əsə-əsə, dizləri titriyə-titriyə. Demək, belə bir şəraitdə onun ehtiyaclarını təmin etsən, sənin bu xeyir işin onun abrından əlbəttə böyük olmayacaqdır. O ki, gəlir, utana-utana səndən ehtiyacını istəyir, abrından xərcləyir, sənin ona verəcəyin onun abrından qiymətli deyil. O abrından keçmədən sən özün onu qabaqlayıb, onun ehtiyacını aradan qaldırmalısan. Bir nəfər o Həzrətin yanına gəlib yardım istədi, İmam Həsən əleyhissalamın. İmam ona 50.000 dirhəm və 500 dinar verib dedi ki, o dövr üçündə böyük pullar idi. İmam ona 50.000 dirhəm və 500 dinar verib dedi, bir hambal gətir, pulları aparsın. Hambal gəldikdən sonra Həzrət çıxartdı öz əbasını da hambala verdi. Bu da sənin zəhmət haqqındır, dedi. Heç qoymadı ki, hambalın pulunu, məsələn, o qədər pul verib də həmin o şəxsə, o ehtiyaclı ki, gəlmişdi, o qədər pul verib. Deyərdi ki, məsələn, o hambalın da pulunun, fəhlənin də pulunu sən verərsən. Hətta ona da razı olmadı. O fəhləni də çağırtdırdı, hambalın da, fəhlənin də pulunu, haqqını özü verdi. Əbasını da çıxartdı, ona hədiyyə elədi. Baxın, bu qədər səxavətli, bu qədər gözəl bir imamımızdır, İmam Həsən əleyhissalam. Peyğəmbərə ən çox bənzəyən şəxs idi. İmamla danışardılar, söhbət eləyərdilər ki, Peyğəmbəri xatırlasınlar. İmamı baxdıqca, imamla danışdıqca Peyğəmbəri xatırlayırdılar. Bu qədər bənzərliyi var idi. Sanki Peyğəmbərlə danışırlar, Peyğəmbərin üzünə baxırlar. İmam Həsən əleyhissalam hamının sevimlisi idi. Yaxın və uzaq adamlar ona hörmət edirdilər. Mədinədə qapı ağzını döşətdirir, bu arada əyləşib xalqın ehtiyacını təmin edirdi. Oradan sovuşan hər bir şəxs biraz dayanırdı ki, Həzrəti dinləmək və simasına baxmaqla zehnində Peyğəmbərin xatirəsini canlandırsın. Bu da İmam Həsən əleyhissalamın başqa bir gözəlliyi idi, başqa bir xüsusiyyəti idi. Bir daha mən bugün münasibəti ilə hər birinizi təbrik eləyirəm. Allah o gözəl imamımızın bəqidə qərib məzarını ziyarət etməyi hər birimizə nəsib eləsin. Qiyamətdə, o çətin anlarda İmam Həsən əleyhissalamın, o kərim imamımızın şəfaətini hər birimizə nəsib eləsin inşallah. Mövludunuz mübarək olsun. Bugünkü söhbətimiz də bu qədər. Əssalamu aleykum və rəhmətullahi və barakatuh.